Bəli dostlar, hər kəsi salamlayıram Avropadan, Fransadan, Strasburg şəhərindən. Video çəkməkdə niyyətim odur ki, baxın görün Avropada iki tane avtomobili var yoxsa yoxdur. Baxın bu Tesla'dır. Bunlar var, bəli. Bunlar da ama yığışdırırlar. D Alman nömrəsi iləndir. Tesla taksi. Tesla'nın son modeli. Burada Bolt'a baxın, Lexus. Lexus 300. Deməli dostlar, mən indi Fransadan Almanya'ya keçəcəm və bu müddət ərzində sizin üçün kiçik video çəkirəm. Kiçik bir 5-10 dəqiqəlik. Baxın, əsas da bir qardaş var, onun üçün bunu çəkib ona tapıb ata bilsəm nömrəsini atacağım. Çünki mən Avropada olduğuma görə mənim yayınladığım videolar Avropa lokasiyasında paylaşılır ancaq. Baxın dostlar, Fransanın öz istehsalı var. Bax Peugeot gedir. Renault, Peugeot, Citroen və avtomobil burada çox ucuz və əlçatandır. Gerçekten bakın gördüğünüz gibi. Görün burada siz Kitay avtomobili göreceksiniz. Bazıları düşünür ki, güya ki Kitay avtomobili Avrupa'ya gelse Avropa avtomobil bazarını öldürəcək, qiymətin yəni salacaq aşağı. Bazıları düşünür ki Avropada dövlət rüsumu çoxdur, ona görə gətirmirlər. Amma bu əslində belə deyil. Amma bu elə deyil. Əslində Avropalılar daha çox prestijə üstünlük verir, komforta üstünlük verir. Baxın Mercedes, Renault, bu tərəfdən gələn Peugeot, Renault, Citroen. Baxın görün. Baxın bu radardır. Bu şəkildədir radar. Turba üstündə ağ-qara. Sürəti həddini də qaldırdın 50'dən yuxarı. Evə iştiraf gəlir. 1 iştiraf, 2 iştiraf, 3 iştiraf. Ondan sonra sənə bir məktub gəlir ki, gətir sən sürücülük vəsiqəni ver bizə. Sən sürə bilmirsən avtomobil. 1 ildən sonra gəlib imtahandan keçərsən. Ona görə də dostlar burada zolaqda, keçiddə, peşəxodda adam ölmür. Şəhərin ortasında heç kimi avtomobil vurub öldürmür. Burada 30-50 hər kəs də buna riayət edir. Yəni başqa cür hər